Burada xüsusilə iş yerlərinin yaradılması ilə bağlı görülən və görüləcək işləri qeyd edə bilərəm. Naxçıvan Sənaye Parkının təməli qoyuldu bugün. Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi nəzərdən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Dediyim kimi təməl daşı qoyuldu və əminəm ki, tezliklə artıq bu sənaye parkında əməli praktiki işlər başlanacaqdır. Eyni zamanda bu parkın tərkib hissəsi olan 300 megawatt gücündə inşa ediləcək istilik elektrik stansiyasıdır. Onu bildirməliyəm ki, bugün Naxçıvanın generasiya gücü haradasa 200 megawattdır. Təkcə bir stansiya bunu 1.5 dəfə artıracaq və təbii ki, bu stansiyanın iki məqsədi var. Birinci, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi ixrac məsələləridir.